Bunu içənlər il boyu xəstələnmir, sağlam və gümrah olur. Hazırlamaq üçün portağal, limon və zəncəfili yaxşı-yaxşı yumuşam. Portağal və limonu qabıqları ilə birgə istifadə edəcəyim üçün onların üzərini soda ilə sürtüb, sonra yaxşı-yaxşı yumuşam. Zəncəfilin qabığını isə bıçaqla bu cür qaşıyaraq təmizləyirəm, sonra doğrayıram. Ümumiyyətlə zəncəfil bədənin immunitetini gücləndirir, soyuq dəymədə çox faydalıdır, həzmi sürətləndirir və orqanizmi isidir. Portağal da güclü antioksidantdır, immun sistemini qoruyur və bədənə enerji verir. Limon isə bildiyimiz kimi C vitamini ilə zəngindir, bədəni təmizləyir, yorğunluğu azaldır. Hamısını doğradıqdan sonra blenderə əlavə edirəm. Üzərinə 1 çay qaşığı darçın, 1 çay qaşığı sarı kök və yarım çay qaşığı üyüdülmüş qara dənə istiot əlavə edirəm və yaxşıca blenderlə qarışdırıram. Darçın qan şəkərini tənzimləyir, maddələr mübadiləsini sürətləndirir. Sarı kök isə güclü iltihab əleyhinə vasitədir, immuniteti gücləndirir, təbii antioksidantdır. Qara istiot isə həzmi yaxşılaşdırır, sarı kökün təsirini artırır, orqanizmi isidir. Artıq hazır oldu. Gördüyünüz kimi bu cür qəliblərə doldurub buzluqda 5-6 saat saxlayıram ki, donsun. Bu cür etdikdə sonra istifadə etmək daha rahat olur. 5-6 saat sonra buzluqdan götürürəm, qəlbdən çıxarıb stəkana atıram və üzərinə də qaynar su əlavə edirəm. 45-50 dərəcəyə qədər soyudub, üzərinə 1 çay qaşığı bal əlavə edirəm və qarışdırıb nuş edirik. Balı qaynar halda əlavə etməyin ki, keyfiyyəti itməsin. Videom xoşunuza gəldisə, kanalıma abunə olub bəyənib paylaşaraq dəstək olmağı unutmayın. Sağ olun və hər zaman sağlam qalın.